Bu 1936-cı il nasist Almaniyası haqqında qısa bir icmaldır. Deməli, 3-cü Reyx iqtisadi sabitlik və o itirilmiş milli qüruru geri qaytarmağı vəd edirdi və bilirsiniz, çoxları da buna inanırdı. Ancaq o parlaq fasadın arxasında əslində tamamilə başqa dəhşətli bir reallıq var idi. Gəlin baxaq bu fasadı necə qurmuşdular. Birincisi, ortada böyük bir rifah illüziyası var idi. Təsəvvür edin, rejim avtobanlar kimi nəhəng layihələr başladıb, işsizliyi demək olar ki, aradan qaldırmışdı. Hətta Sevinç vasitəsilə güc adlı bir proqram var idi. Bu proqramla milyonlarla adi alman əvvəllər heç ağlına belə gətirmədiyi tətilə, konsertə gedə bilirdi. Yəni, elə bir təəssürat yaranırdı ki, sənin rifahın birbaşa rejimdən asılıdır. Amma bunun da bir bədəli vardı əlbəttə. Çox aşağı maaşlar, uzun iş saatları və hər addımda sərt nəzarət. İkincisi, itirilmiş milli qürur hissi bərpa edilirdi. Baxın, Hitlerin Sar bölgəsinə Almaniyaya qaytarması, ordunu yenidən qurması, bunlar Birinci Dünya müharibəsindən sonra o Versal müqaviləsinin gətirdiyi alçaldıcı hissi sanki yuyub aparırdı. Və bu uğurlar böyük paradlarla, təbliğatla ilə təqdim olunurdu ki, cəmaatda bir birlik hissi yaranırdı və Hitlerə bir xilaskar kimi baxırdılar. Və nəhayət, üçüncüsü, bu yeni qurulan cəmiyyətin təməli əslində dəhşətli bir ayrı seçkiliyə əsaslanırdı. Yəni, 1935-ci ildə Nürnberg qanunları ilə Yahudilər vətəndaşlıqdan məhrum edildi, cəmiyyətdən tamamilə təcrid olundular. Hətta Ağnin pası deyilən bir sənəd var idi, bu sənin ayrı mənşəli olduğunu sübut edən bir nəsil pasportuydu. O sənəd olmadan nə evlənə bilərdin, nə normal bir iş tapa bilərdin, heç nə. Yəni, bir sözlə, nasist Almaniyasının müharibədən əvvəlki o qızıl dövrü əslində təbliğat, iqtisadi canlanma və amansız irki ayrı seçkilikdən ibarət çox təhlükəli bir qarışıq idi.